İnsan cibdə varlı və ya kasıb olmur, beyində varlı və ya kasıb olur. İnsanı yönləndirən əsasən onun şüur altıdır. Kasıb düşüncə ilə varlı olmaq mümkün deyil. Buna görə də işlətdiyiniz ifadələrə diqqət edin. İmkansızam dedikcə, borcla yaşamağa öyrəndikcə, bir bankdan başqa banka qaçdıqca, avtomatik olaraq hər şeyin ucuzunu axtardıqca, pula qıymadıqca, pul yığdıqca, gözü ondan bundan istifadədə olduqca, toya yazdıracağı pulların hesabını tutduqca, pulsuzluqdan, işsizlikdən, zəmanədən, dövlətdən şikayət elədikcə, qısacası hər dəfə pul söhbəti elədikcə pul əldə etmək mümkün olmayacaq. İmkanlı adam necə davranır, necə düşünər, nə eləyər, nə eləməz? Bunları etmədən imkanlı olmaq olmaz. İnsan varlı olanda varlı yaşamır. Varlı yaşadıqca varlı olur. Həyatda məqsəd varlı olmaq deyil əlbəttə. Amma bəzi insanların həqiqətən çox kasıb düşüncəli olduqlarını və buna bağlı olaraq da illərlə kasıb yaşadıqlarını gördükcə bu videonu çəkmək qərarına gəldim.